Təkrardan hamıya salamlar. Bayaqlar çox enerjik olarkən indi çox əsəbiyəm. Çünki One Block serisi eləyirdik və hər şey pis oldu. Əsəbləşdim, tərpənə nəysə uşaqlar əsəbləşmə. Yoxdur. Deməli bu dəfə də Sipahinin oyununa başlayırıq. Bura ops. Bunu da əlbət sındırmaq lazımdır. Əgər bu da deyilsə yıxılarıq, gedərik, bir şey olmaz. Ha, buymuş. Bəli, bu günləri gördüyünüz kimi tək blok üzərində hayatta qalmaya çalışacağıq və oyunu qurtarmaya çalışacağıq. Gördüyünüz kimi burada Sipahi 14 var, Extor da gələ bilər və yaxud Hoktor da gələcək, onu bilirik. Hoktor onsuz demək olar çox videoda qonaq. Deməli birinci bölümdə hər kəsə salamlayırıq. İnşallah biraz enerjikəm. Məndə Nəysə. Bəli, deməli başlayaq qazmağa. Bir dəqiqə. Qırma. Çimən blokunu. Yazım qırma çimən bloğunu. Yox, çünki bunun çiməni buna keçsin. Yəni. Sonradan bu tema gedəndən sonra çimən. Deməli, burada bu odunlar birinci sevirəm. Hələ Hoktorun gəlməyini gözləyirik. Hoktor harda qaldı? Bir dəqiqə yazım. 6 tane. Hayır. 16 tane odunum gitti. Gitmedi. Envanter koru. Evet. Neyse uşaqlar biz belə gözləyəcəyik burada. Mən bu bloğu keçən kimi təzədən atacağım. Loco. Video gitti. Bəli. Uşaqlar bu necə olur? Zarafat eləməyirmişəm ona görə. Yine mən bu bırakın için bir şey diyeceğim. Sipahinin dünyasındayım. Sipahini yere attım. Ve Sipahi geri dağmadı. Bu ne demektir uşaqlar? Ve evet. Şükür geçti. Bəli artık başlayabiliriz. Şükür ki Loco. İndi buranı da topraq eləyirik. İndi belə eləyək də, bir crafting table eləyək. Onu məsəl üçün qoyaq bura, sonradan götürərik. Deməli, buradan Loco eləyək, Loco. Deyəsən hamı. Nəysə. Hamı deyəsən odun əlini. Buradan bir də xəttimiz qalacaq da, o xətti yaddan çıxarmayaq. Bu tərəfə gedəcək o xətt. Niyə? Çimən bloklarını yavaş-yavaş bu tərəfə aparacaq. Buraya qədər anladınız mı? Ama niye gelmedi? Neyse onsuz burada var zaten. Ona göre bunu rahatlıkla qırabilirik. Işınlayır da oraya, o pisdir. Bura təzədən çimən bloğu yavaş-yavaş. Yəni bu çimən buraya keçəcək, biz bunu sındıracağıq da, yəni bu yandan odun olacaq. Belə bir şey var. Bir dənə söz var, 2 dənə əməl. Bu görevi Sipahi üstləndi. Aşağısını bağlayacaq. Mən də bu daşı mal qırım. Böyətdim, o da qoya bilmədi. Təbrik eləyəm. Yine koyamadım diyes. Yine koyan bilmiyor. Bilmem değildi. Maşallah bloğu koydu, onu da sap yere koydu. Onu da Riyaziyat. Aferin Riyaziyat. Spara dış. Ne. Bəli. Riyaziyatçı Sipahi. İndi qoy sandıqları. İttala. Bir inek, bir də toyuğumuz var. Amma mənim fikrimcə belə məntiqsiz olub. Nə mənası qaldı ki?
Odunu qır. Lokko. Onu mən bilsiz neyim? Odun yoxdur ki bir şey eləyim. Bəli, bunu eləyə bilərəm, amma bu tərəfə gedək. Ağac zat gəlsin, yana gedək. Bəli, lokko. Bura mən fikrimcə yox, biraz şəhər tərəf ola bilər bura. Burada AFK'yəm və Sivay da burada kasılır və mən də AFK'yəm, gözləyirəm onu. Və çox gözəl buğday toxumudur da qoyuram bura. Elə ver yazır. Və patato və ağac, ən yaxşı ağac oldu. Ağacı tez götürüm mən. O gedir indi orada ağacın yer düzəltməyə. Bir şey olacaq da, adı neydi onun? Çimən blok. Bir də toprak. Başqa nə var? Bunlar var. Prosto bizə su lazımdır bunları əkə bilmək üçün. Başqa da bir şey yoxdur. Mən yenə AFK'yəm, onu gözləyəcəm. Yəni uşaqlar, gəlişək sizə göstərəcəyik. Yəni bu elə bölüm olmayacaq da, bir bölümdə çox az gəlişək falan. Bu bölüm biraz qəşəng gəlişərik. Zənnimcə deyəsən bir dənə də fidan çıxdı. Bunun arasında 2 dənə blok var axı. 4 dənə olmalıydı mən bilən. Nə tez bitdi Allah. Bu yollardakı mənə çox belə şey gəlir. Onları da doldurarıq. Belə çox da eləmirəm, əlavə qalmasın. Yəni, odundur da, bəlkə də lazım olar. Məncə 2 blok aralıqlı olması məntiqli deyil. Çünki mən həmişə 4 blok eləmişəm. Yenə də riyazi bacarıqlarını sipahı üstün önə tutur. Bu necə təzədən düzəldəcək, onu fikirləşir. Altı çünki sındı və onun olmayacağını başa düşdü. Bəli. Başardı. Oley. İndi mən bir dənə çiftlik eləmək istəyirəm. Amma və lakin biz bu çimən yolu var ha. Orada da bir dənə çimən olmalıdır, əgər qoyun olsa və ya və s. Bu tərəfə eləyəcəm də, yəni bir onun lokkosunu qoyaq. Kalabalıq ola istədim hə. Hoktor gəlmədi. Hoktor gəlmişdi amma sonradan getdi. Sonradan xəbər yoxdur belə. Bir dənə nəsə blok düşdü aşağı. Bura qoyaq. Bu nə dağı ya? Çox da dəyərli deyə bilmərəm. Bir dənə də gəldi. Lav və buz. Yes. Lav və buz. Neydi ki? Kayda açırım yarım saatdir burada. Oo, yuxarı baxanda çox gözəl görsənir. Nəysə deməm, amma çiftlik eləyirdim. Özüm sonra bunu səsləndirəcəkdim də. Amin də gəldi. Amin ayda İbrahim sipahi. Demə çitlərimizi qoyaq bura. Burada toyuqların yeri və yaxud yeri olacaq. 2 dənəsi. Lokko. Demə bayaqla çit elədim. O çit bay oldu. Bir dəqiqə qala. O çiti də mən səhv yerə qoydum da, kapı çitidir, nədir? Lokko. Bəli, çox balaca yer, konforlu yerimiz var. Deməli, əşyaları qoymayaq. İnəkləri yox, məncə benzi toyuqlar qoyaq. Toyuqlar daha az yer tutur. Bir dənə, 2 dənə, ayda. O da dənə civciv çıxdı. Çıxdı. Bir dənəsini bilə saxlayalım, nə olar, nə olmaz. Və dəmirlər bunları bəli. Sonradan da fırında qaynadacağıq.
qaynadandan sonra da bilmem bir şeyler idi axır. Ama bilmem məncə kova daha gərəkli bir şeydir. Aslında söz yok, bir tane kovamız olacaq altından bir yerdə. Tapdıq deməli daşları, bunu götürdük, qoyduq. Buranı qoyaq. Böyük ehtimal yakıt olaraq nə işlətməliyik? Odun. Tək məsləhətlər odundur. İçində tit var onları. Birincisi yaka, daş niyə yandırıram? Ham demir. Titlər yəni boş yeri yer tutmasında onu deyirəm. Onsuz da düzəldə biləcəyik də. Tit çözüyor lazım olacaq yine de. Fıçınacağım çok var. Bu kadar var eləməsən. Neyəcəyik? Bax orada nəysə səhv elədik. Elə bir. Bana göre oldu. Aslında onu kurtarmanın bir yolu var. Koy. Cebra. Şimdi bak bunun sınırlarında teknik olarak ne olmalıdır? Su sıkmalıdır. Demem üstün zekalarımı işlederek. Neyse de indi ondan. Bak burada bir tane lavımız var. Kovamız olmadığı için buraya koydum. Neyəcəyik? Sınırsız su eləyək birincisi. Ən məntiqlisi odur çünki. Ben uşağım, ben biraz afekaydım ve tüccar. Allah. Ben yoksa tüccar doğulub və lav. Aydı lavanı. Yine neynədin spayı? Axı burada 3 tane lav olmalıdır. 1, 2. Ayda. Neyse də indi. Əsas odur sınırsız su eləyə bilərik. Neyin indi? Demə bir dənə yer ayırırıq, sınırsız su eləyirik orada. Okay, bunu al. Varili koy, bunu koy. Bunu koy. Demə bunları götür, bunu götür. Gel bura. Bunu çevir. Sınırsız su için onsuz yani daş lazım değil. Gel bura. Bir dəfə də yəni ceza denemeyəcəyik. Buradan bir yol çəkək, sınırsız su yolu. Aya! Zibilə qalma, loco. Neyse buradan su axıday. Bu mən nə edirəm axı? Uşaqlar, deməli indi burasını su eləyəcəyik. Bir dənə də qat gedək. Sınırsız su niyə eləyirik? Çünki lazımdır. Bəlkə yəni gəlməyə də bilər o təkrar həmin su. Bu bir. Bu neydi ya? Bunu kırdık, su buradan geldi. Bunu da vurduk ve sınırsız su. Allah. Sınırsız su kaynağımız da burada da artık sınırsız suyumuz var. Bunu bəli uşaqlar burada bomboş yani daş kazıram, gelişirəm belə deyim. Bəli uşaqlar deməli mən biraz AFK qaldım. Baxay sipahi nələr eləyib. Deməli birinci bura ağaclar əkib. Fidan var, fidanı götürək. Burada da fidan var. Gördüyünüz kimi buranı tarla eləyib, əla eləyib. 2 dənə fidan var, bunları əkərik sonra. Tarla eləyib, sonra özü orada kasılır. Mən bura əlavə elədim, çimənlər yavaş-yavaş geçsin o tarafa. Toyuqlar böyüyüb, amma bizim heç nəyimiz yoxdur. Bir stek toprağımız var. Toprak dəyərlidir, unutmayaq. Yəni dəyəri artacaqdır toprağın birazdan. Kömürümüz var. Tahta kazmamız var. Onu yakıt olarak istifadə edə bilərik. Dəmiri götürək, qoyaq, sındıraq, qoyaq yandırmağa.
Tahta kazmayı hal-hazırda yakıt olaraq kullandım. Məncə yaxşı da elədim. Deməli başqa nə var? Toyuqlar var. Toyuqlarımız böyüyüb düşüb və birdən yumurtaları var. Yumurta. Sən oradan çəkilə bilərsən, yoxsa sən kəsərəm. Bəli. Orada çimenlər irəliləyir, burada ağaclar böyüyür, orada tarla böyüyür və daşlardan bir şey eləyəcək, amma nə eləyəcəksə çox böyük səhv eləyir. Belə də yox da, telefon sönür. Bəli uşaqlar, telefon sönür. Mən bir şey maraqlıdır, bunu niyə belə elədi görəsən? Nəysə, deməli belə işlər. Bir dəqiqə, telefonu zaradqaya da qoydum. Mən neyiniyim, mən gedim orada tək blok üzərində kasılım. Birinci bölüm məncə yaxşı kasıldıq. Deməli artıq inəkləri qoyub zümrüd alma və tüccar yoxdur. Like və abunədən asılıdır. Deməli burada artıq bistek toprak, bistek kırık taş, biraz da odun var. Patatesle bunun adı ne diyorlar? Tohum var. Tohumları mən bu bəbələri çoxaldacağım. Gəlin bura. Toyuqları çoxaltmaq üçün istifadə edəcəm. Artıq sözü biraz səhv eləmiş ola bilərəm. Nəysə heç nə olmaz. Birinci XP-lərimiz buradan gəldi. Sipahi nə indirsən? Sipahi deyəsən sağoluşmaq istəyir. Parkurcu sipahi gördük də səni lavanı lava bağlayıb üstü. Deməli biz 8 dənə buradan bu logo gedək uşaqlar indi biraz buranı böyüdək, fidanları əkək, logo. Nəysə getdi, neyi? O gəldi ya. Bir, iki, logo. Bir iki burada qoyayım, olarmaz. 3 dənə idi elə, 3 dənənin üçünü də vuraq bura. 2 dənə də üstünə əlavə gedəcəyik. Nəysə, yəni bu video biraz az editli ola bilər, özür istəyirəm çünki 35 dəqiqəlik videodur, biraz çətin olur editləmək. Ben patatos gedib onları da əkək, sonra videonu sonlandırım. Biz video dışında da biraz gelişəcəyik uşaqlar, çünki niyə hər video yəni eyni gedişatla geçsək 100 bölməz adla çətin qutarır yana görə. Nəysə onda bağı bilməm. Bugünlük bu qədər. Yaratıq farmı edirik. Gəl sağollaşaq. Günə tərəf qalıb belə. Deməli uşaqlar, bu günləri videonun sonuna gəldik. Van Blok'un birinci serisi için sizdən 11 like üstü gözləyirəm. 11 like gələrsə bu bölümün ikincisi sabahları yayında olar. Bu video hala bu günləri editləməliyəm. Sonra bəlkə bu gün belə ikinci bölümü çəkməliyəm ki, sabah işim rahat olsun. Deməli videoya like atıb kanalımıza abunə olmayı yaddan çıxarmayın. Bay bay, özünüzə yaxşı baxın. Mən biraz daha oynayıb gedib bu videoyu editləməyə gedirəm. Sağ olun.